Altından xətt çəkilmiş sözlər əsasında müqayisə cədvəlindəki yanlışlıqları müəyyən edin. O, uşaqlarla uşaq kimi, böyüklərlə böyük kimidir. Kim? O. Burada o mübtədə rolunda çıxış edib. Hardan bilirik? Özündən sonra vergül qoyulubdur. Bizdən yanlışlıqları istəyir. Birə yazılıb ad bildirir. Təbii ki, bilirik ki, ad bildirmək ismin xüsusiyyətidir. Ona görə bir yanlışdır. Bir yanlışdır. Bizdən yanlışları istədiyinə görə biri götürürük. İsmi əvəz edib, bəli, doğrudur. Doğru cavablar bizə lazım deyil. Ona görə 2 olan variantları çıxırıq. Birdirsə, ya cavab C olacaq, ya D. Hər ikisi üçün ortaq cəhət kimi deyir, leksik mənası var. Təbii ki, əsas nitq hissələrinin leksik mənası var. Ona görə 3 olan variantda səhvdir. Cavab D variantı ola bilər, amma yenə də bütün suala baxmadan öncə tələsik qərar vermək lazım deyil. 4-ə yazılıb əvəzlikdir. Yanlışdır. Deyin niyə yanlışdır? Buradakı o əvəzlikdir. O uşaqlarla söhbət etmək üçün aşağı düşdü. Özdə hansı uşaqlarla söhbət etmək üçün aşağı düşdü? Biz buna işarə əvəzliyi deyərək təyin rolunda çıxış edən bir əvəzlik kimi qiymətləndiririk. Niyə? Çünki özündən sonra vergül qoyulmayıb. Deməli, bu təyin rolunda çıxış edən işarə əvəzliyidir. Hansı uşaqlarla söhbət etmək üçün aşağı düşdü? O uşaqlarla. Bəs niyə 4-cü fikir yanlışdır? Ona görə 4-cü fikir yanlışdır ki, 4 ortaq cəhətə yazılmalıdır. Yəni, həm bu qrafaya, həm də bu qrafaya aiddir. Ona görə Venn diaqramında necə mərkəzə yazılma hissə var, hər ikisinə aid olan ortaq cəhətlər mərkəzə yazılır da. Eyni zamanda kvadrat formasında olan Venn diaqramında da bax, həmin bu boşluğa hər ikisi yazılmalıdır. 4-də isə əvəzlik fikri bax, məhz bura yazılmalıdır. Çünki buradakı şəxs əvəzliyidir, buradakı isə işarə əvəzliyidir. Yekun olaraq hər ikisi əvəzlik hesab olunur. Ona görə mərkəzə yazılmalıydı. 4 də ona görə səhv olur. Doğru cavabımız D variantıdır. 5-ə baxaq. Özündən sonrakı sözü işarə edir. Bəli, 5 doğru cavabdır. Bizdə yanlışları istədiyinə görə biz cavab kimi dəyərləndiririk 1 və 4-ü, yəni D variantı.